Salam, mən Masterol Tədris Mərkəzinin İngilis dili müəllimi Tuba Hüseynova. Bildiyiniz kimi, magistr imtahanında 20 test üzərində sual və 5 də essay üzərindən bal verilir. Və essay balı hər nə qədər bəzi tələbələr üçün önəmsiz sayılsa da əslində xilas edici olur. Çünki bəzi tələbələr 4,5 balla kəsildiyi halda bəzi tələbələr fikirləşir ki, ikisini birləşdirim yazım, daha yaxşı məlumatlar yazmış olaram və yaxud da ki, yarı ondan və yarıda saxlayırlar, digər mövzunda digər essay haqqında yazırlar. Qəti şəkildə bunlara yol verilməzdir. Çünki əks halda 0 bal almağı gözə almalısınız. Bundan əlavə, essay ilə bağlı bunu deyə bilərəm ki, essayimiz minimum 150, maksimum 200-250 sözdən ibarət olmalıdır. Yəni, burada biz, məsəl üçün, 100-dən aşağı söz yazıb, gözləntimizi yuxarı qaldıra bilmərik ki, bizə yaxşı bal verə bilərlər və yaxud da ki, 200-250 üzərində söz yazıb, bizə yenə də, məsəl üçün, 300 sözdən ibarət bir essay yazmışam, nəyə görə aşağı bal verirlər şəklində gözləmək olmaz. Həmin gözləntiləri və standartları qarşılamaq lazımdır. Və adətən bizim essaylərimiz hansı mövzularda olur? Bir qədər qlobal mövzularda olur. Yəni, burada millət pərvərlik, vətənpərvərlik ruhunda mövzulara çox yer verilmir. Və mövzular o formadadır ki, bizi iki seçim arasında qoyur. Yəni, avantaj və yaxud da ki, dezavantaj. Və yaxud da ki, sən bu fikirlə razısan və yaxud da ki, razı deyilsənmi? Yəni, bildiyiniz IELTS essayləri kimi bizi həmişə iki seçim arasında qoyur. Məhz essayin ikisidir. Biri agree və disagree sualını verir sonda, digəri isə advantage or disadvantage sualına cavab tapmağı bizdən tələb edir. Essaylərimiz adətən bizim 4 abzasda olsa, struktura uyğun essay əslində 4 abzasda olmalıdır. Bu daha yaxşı haldır. Bəzi tələbələr məhz abzasın qaydalarını gözləmirlər və yaxud da ki, qarşılıq edirlər. Bu demək olmaz ki, sizin essayinizə 0 veriləcək, amma ən azından struktur haqqında müəyyən qədər çətinliklər çəkdiyinizi göstərir. Ona görə də bu strukturlara əməl etmək vacibdir, belə deyək. Və indi mən sizə bir essay nümunəsi göstərmək istəyirəm. Həmin essay nümunəsi üzərində danışıram. Məsəl üçün, bizim essayimiz maşınlar haqqında olsun. Yəni, necə? Günümüzdə maşınların sayı çoxalıb. Mən indi Azərbaycan dilində deyib, daha sonra ingilis dilində yazacağam. Maşınların sayı çoxalıb. Bəzi insanlara görə maşınların sayının çoxalmağı problem yaratsa da, bəzilərinə görə isə maşınların olmağı vacib məqamdır. Çünki onlar istədikləri yerə, iş yerlərindən məktəbə və yaxud da ki, universitet istədikləri vaxt çata bilirlər. Səncə, bu yaxşı haldırmı? Yəni, avantajları nədir, dezavantajları nədir? Bu şəkildə essay yazmağı planlaşdırırıq. Hazırda mən sizin üçün bir essay adı formalaşdırdım. Bir qədər böyükdür, göz qorxuducudur, amma qəbul edə belə düşür. Bunun böyük olmağının bir qədər avantajı var bizim üçün. Çünki daha geniş şəkildə bizə yazmağa fikir verir həmin mövzu haqqında, essay haqqında. Deməli, adı bu formadadır. Nowadays there are a lot of cars on the road. Some people claim that government should decrease the number of them, while the others support the growing number of the cars. Do you agree or disagree? Yəni, günümüzdə maşınların sayı yollarda get-gedə artmaqdadır, çoxludur. Və insanların bəziləri hökumətin onların sayını azaltmasını tələb elədiyi halda, digərləri onların sayını artmasını dəstəkləyir. Sən bu vaxtda razısanmı, yoxsa razı deyilsənmi? Bu bizim essayimizin adı. Gəlin görək bu essayin adı ətrafında biz nələr yaza bilərik. Deməli, ilk olaraq biz essayimizin giriş hissəsinə, ilk abzasına, introduction abzası deyirik. Və bunu mən şərti olaraq Rum rəqəmi formasında belə adlandırıram, birinci abzas şəklində. İlk giriş hissədə biz deməli, ümumi məlumat veririk essayimizin mövzusu ilə bağlı. Yəni, bizim essayimizin mövzusu maşınların artışından danışır, onların mənfi müsbət cəhətlərindən danışır, yəni danışmağımızı daha doğrusu tələb edir. Adətən daha asan yolu, mən daha lorey variantda belə deyə bilərəm ki, essay mövzusunda nədən bəhs edirsə, hansı adı bizə veribsə, məhz o adda giriş hissəsini bu şəkildə etsək daha yaxşı olur. Çünki bu qlobal mövzu olduğuna görə həyatın hər hansı bir hissəsinə toxuna biləcək bir mövzudur. Maşınlar günümüzdə insanlar üçün böyük əhəmiyyət kəsb edir. Mən bunları indi Azərbaycan dilində deyirəm və daha sonra ingilis dilində əks etdirəcəm nə demək istədiklərimi. Yəni, bu formada günümüzdə belə deyə bilərik ki, maşınlar həyatımızın bütün sahələrinə təsir edir. Bəzi insanlar ümumiyyətlə həyatlarını maşınsız təsəvvür edə bilməzlər. Daha sonra isə dediklərimizə əsasən digər variantları da, daha doğrusu abzasları formalaşdıracaq. Məsəl üçün, giriş hissəmizə bu formada başlaya bilərik. Cars are very significant
in our life. Deməli, mən burada significant sözünü şərti olaraq yazmışam. Yəni, bura biz essential-da yaza bilərik və yaxud da ki, important-da yaza bilərik, necessary-da yaza bilərik, hər hansı bir vital-da yaza bilərik. İstədiyimiz vacibdir, əhəmiyyətlidir sözünə istifadə edə bilərik. Yəni, mənim bu yazdığım şərtidir. Məsəl üçün, bizim esseyimizdə ailədən də danışsa, təhsildən də danışsa və yaxud da ki, məktəbli formasından da danışsa və yaxud da ki, shoppingdən də danışsa, çünki bir dəfə qəbula online shopping və yaxud da ki, əyani shopping haqqında mövzu düşmüşdü. Məhz verilə biləcək giriş cümləsi ola bilər. Yəni, məsəl üçün, kompüterlərdən danışsa, texnologiyadan danışsa, kompüterlər həyatımız üçün vacibdir, maşınlar həyatımız üçün vacibdir, texnologiya həyatımız üçün vacibdir. Bu şəkildə biz giriş cümləmizi vermiş oluruq. İkinci, məsəl üçün, biz onun təsirlərini həyatımızın bütün hissələrində görə bilərik. Məsəl üçün, we can see them every part of our life. Yenə deyirəm, biraz səliqəsiz yaza bilərəm, amma məncə dediklərimi siz başa düşürsünüz. Biz onları həyatımızın bütün hissələrindən görə bilərik və yaxud da ki, onun təsirini its impression şəklində də verə bilərik. Necə istəsəz, necə sizə rahatlıq verirsiniz. Bunun üçün, məsəl üçün, sadalanma da verə bilərik. Məsəl üçün, işə gedərkən və yaxud da ki, məktəbə çatan zaman, vacib məqamlarda xəstəxanaya yetişmək üçün bunların hamısını biz verə bilərik. Yəni, giriş hissəmiz ən az 4-5 cümlədən ibarət olmalıdır ki, məhz oxucunu qane etsin, essey oxuyanı qane etsin. Daha sonra gəlir bizim ikinci hissəmiz, yəni ikinci abzas. Gəlin görək ikinci abzasda nədən danışa bilərik, nələr əks etdirə bilərik. Mən sizə ümumi cümləni başdan ayağa, daha doğrusu esseyi başdan ayağa yazmıram. Sadəcə fikir yaradıram ki, nələrdən istifadə edə bilərik, hansı cümlələrlə giriş başlaya bilərik. İkinci abzasımız bizim həmin fikri dəstəkləməyimizdir. Yəni, bu fikirlə razıyıqmı? Bunu bildirməliyik biz. Bəzi tələbələr deyir ki, müəllimə, mən həmin fikirlə razı olmaya bilərəm. Ümumiyyətlə o fikirlə razı olmaya bilərəm. Yalnız o fikir haqqında mənim mənfi düşüncələrim ola bilər, dezavantajlar haqqında danışmaq istəyirəm. Bəli, bu formada da ola bilər. Amma yaxşı olardı ki, ən azından sənin özünün bu haqda avantajlar haqqında fikirlərin olmasa belə, digərlər insanların dilindən bunu izah edəcək. Yəni, bəzilərinə görə bunun avantajı var və yaxud da ki, bəzilərinə görə sənin üçün heç dezavantajı yoxdursa, digər abzasda ondan danışacağım, bəzilərinə görə dezavantajı var şəklində yaza bilərik. İkinci abzasımızda giriş bizim fikirlərimiz olduğuna görə böyük ehtimalla bu şəkildə verə bilərik. Hamınızın şablon formada bildiyiniz in my opinion, to my mind, elə onları da yazın. Məsəl üçün, in my opinion və yaxud da ki, to my mind. Ən sadə misalda, məsəl üçün, deyə bilərik, I consider və yaxud da ki, I think və yaxud da ki, from my perspective, according to me və s. Deməli, bu girişlərdən istifadə edəndən sonra, hətta durğu işarələrlə mən sizə deyim, mənim fikrimə görə, məncə, bunlardan sonra adətən vergül qoyulur və sən özünün nəyə görə bu fikri dəstəklədiyinlə bağlı mülahizəni deyirsən. Yəni, məsəl üçün, ən sadə misal, I agree with this opinion. Bu fikirlə razıyam. Daha sonra həmin fikirlə nəyə görə razı olduğunu, indi burada əsas məqam gəlir. Esseyimizə bal vermələri üçün ən əsas məqamlardan biri budur. İkinci və üçüncü abzasda ən çox da bu haqda danışmalıyıq biz. Nəyə görə bu fikirlə razı olmağına bağlı ən az 2 səbəb irəli sürməlisən. Yəni, 2 dənə əsaslı və tutarlı səbəb irəli sürsən ki, mən bu fikirlə razıyam, məhz onda sənin essayin keçərli olur. Yəni, qarşıda oxuyucuya bu haqda kifayət qədər məlumat olduğunu və mənanı başa düşdüyünü bildirir. Məsəl üçün, mən bu fikirlə razıyam. Burada bu arada bir şey də əlavə edə bilərik. In one hand. In my opinion, mənim fikrimcə, in one hand, bir tərəfdən, I agree with this opinion. Bu ideya ilə razıyam. Niyəsini izah eləmək üçün
Məsəl üçün hamımızın bildiyi bağlayıcı because istifadə edə bilərik. Çünki sonra arxasınca yaza bilərsiniz. Firstly, yəni because yazmamışdan əvvəl hətta bunun yerinə belə yaza bilərik. Firstly, vergül. So və yaxud da ki, because yazıb izah edə bilərik. Çünki ən az 2 səbəb. Yəni, məsəl üçün, mən bu fikirlə razıyam, çünki yollarda çoxlu tıxac yaranır. Məsəl üçün, deyə bilərik, there are a lot of traffic jamming on the road. Bu, birinci tutarlı səbəbim ola bilər. Və hətta onu da genişləndirə bilərik ki, tıxac məhz insanların gecikməsinə, istədikləri yerə vaxtından geç çatmalarına səbəb ola bilir şəklində. Bilirəm, bəziləriniz üçün çətin görünə bilər bu tipdə cümlələr qurmaq. Artıq əliniz öyrəşdikcə hər şey yerinə oturacaq, narahat olmayın. Çünki bu formadadır. Sözlər də yavaş-yavaş öyrənməyə başladıqca mübtəda, xəbər, tamamlıq və cümlənin qalan üzvləri. Yəni, əslində bu strukturu gözlədiyiniz müddətdə cümlə qurmaq o qədər də çətin deyil. Hamısını yavaş-yavaş tədricən öyrənə bilərsiniz. Daha sonra ikinci səbəb, secondly də deyə bilərik buna və yaxud da ki, başqa sözlərdən istifadə edə bilərik. As, since kimi çünki sözlərdən istifadə edə bilərik. İkinci səbəbi də bu formada izah edə bilərik ki, məsəl üçün, yollarda maşınların çox olmağı insanların, məsəl üçün, yol keçən zaman daha təhlükəli edir, daha çox qəzaların yaranmasına səbəb ola bilər. Bu formada da deyə bilərik. Yəni, mən bunu çalışdığım qədər Azərbaycan dilində izah etməyə çalışıram ki, sizin də fikriniz olsun. Yəni, bura mənim onsuz da esseyi ingiliscə yazmağımın çox da böyük əhəmiyyəti yoxdur. Giriş hissələrini sadəcə sizə çatdırmaq istəyirəm. Daha sonra üçüncü abzasımız, baxın, ikinci abzas ən az dediyim kimi 2 səbəb irəli sürməliyik. Lazım gəlsə və yaxud da ki, əgər siz beyninizdə 3 səbəb tutmuşsunuzsa, məsələn, üçüncünü də bura yaza bilərsiniz. Bu, yəni, yaza bilmərsiniz mənasına gəlmir. Sadəcə çalışdığınız qədər çox böyük yazmayın. Yəni, çünki böyük və sadəcə sözlərdən ibarət olan söz beləcəkdə kalabalığı olan bir essey onu oxuyan üçün də mənasız və maraqsız ola bilər. İndi keçək əsas məsələn 3-cü abzasımıza. Demək dediyimiz kimi 3-cü abzas təksib və fikirlər olmalıdır. Yəni razılaşmadığımızı yenə necə ki razılaşdığımızın biz səbəblərini ən az 2 sübutla göstərmişdik. İndi razılaşmadığımızı ən az 2 səbəblə irəli sürməliyik. Bu halda biz daha çox abzasımıza başlayırıq. On the other hand, digər tərəfdən sözü ilə və yaxud da ki, bundan başlamaq istəməliyik. However, halbuki sözü ilə davam edə bilərik. Yəni ki, on the other hand-in yerinə halbuki bağlayıcısını istifadə edə bilərik və yaxud da ki, digər tərəfdən məsəl üçün istifadə edə bilərik biz nəyi? Whereas bu bağlayıcı da halbuki deməkdir. Ən pis ehtimalla istifadə edə bilərik batı və s. Deməli, biz bu bağlayıcılardan istifadə etməklə 3-cü abzasımızın ilk giriş hissəsini artıq yazmış oluruq. Daha sonra digər tərəfdən halbuki sözlərini verdiyimiz təqdirdə artıq başlayırıq fikrimizi təqsib eləməyə. Yəni, məsəl üçün, ən sadə bir misalla bunlardan sonra vergül qoyduqdan sonra I disagree with, yəni bayaqki kimi, the opinion yazırıq. Yəni, digər tərəfdən mən bu fikirlə razılaşmıram və daha sonra bu fikirlə razılaşmadığımı cümləmi bitirəndən sonra yenə ən azından 2 səbəblə irəli sürməliyəm. Bu 2 səbəb də bayaqki kimi yenə ya firstly, secondly bu formada veririk və yaxud da ki, yenə because bağlayıcısından istifadə etməli səbəblərimizi irəli sürürük. Məsəl üçün, birinci səbəbi belə verə bilərik ki, bu mövzu ilə bağlı, yenə Azərbaycan dilində deyim. Məsəl üçün, birinci səbəbi odur ki, mən maşınların azaldılması fikri ilə razılaşmıram bir tərəfdən. Çünki insanlara, xüsusilə də uzaqda qalan insanlar üçün çox vacib köməkçi vasitələrdən biridir. Xəstəxanaya getmək istədikdə, təcili vəziyyətlərdə və yaxud da ki, işə gecikməmək üçün bunu yaza bilərik. Orada məsələn kiçik bir misal da yaza bilər ki, mənim özüm uzaqda qaldığıma görə, yəni belə fikirləşməyin ki, mən sırf faktiki olan şeyləri yazmalıyam. Öz həyat təcrübələrinizdən də və yaxud da ki, yazmaq istədiyiniz məqama uyğun olan fikirləri də irəli sürsəniz də, yəni pis görünməz. Digər tərəfdən ikinci səbəb olaraq belə deyə bilərik ki, məsəl üçün hava şəraitindən asılı olaraq insanların istədikləri yeri getməyə asanlaşdırır maşınlar. Məsəl üçün, o da digər bir maşınlardan avantaj kimi ola bilər, ikinci bir cəhəti ola bilər.
Fikirlərimizi irəli sürdükdən sonra nəhayət ki, sonuncu 4-cü abzasımız gəlir və 4-cü abzasımızda artıq biz conclusion, yəni yekun nəticəni veririk. Yekun nəticədə də adətən stabil olur. Bəzən elə şablonlar var ki, yekun nəticələr var ki, istənilən sonluğa gedə bilər. Adətən hansı sözlərə istifadə edirik? Məsəl üçün, to concluded, as a result, eyni zamanda consequently və yaxud da ki, ultimately sözlərdən istifadə etməklə və son abzasda bunların hamısından sonra vergül qoymaqla artıq yekun abzasımızı tamamlamış oluruq. Nəticəyə bir və yaxud da ki, uzaqbaşı 2 cümlə ilə yazmaq yəni kifayətdir. Çünki əks halda 3 və yaxud da ki, 4 cümlə olsa, elə bir ki, məzmundan kənara çıxmış kimi olur. Həm də ki, nəticə struktur olaraq onsuz da 2 və yaxud da ki, bir cümlədən ibarət olsa yaxşıdır. Nəticədə əgər məsəl üçün şablon şəklində vermək istəsək, belə deyə bilər ki, indi mənim bunu hamıya bu şəkildə şamil eləməyim düzgün deyil, hər kəsin öz fikri var, amma elə bir nəticə seçmək olar ki, bütün mövzulara aid ola bilsin. Necə ki, introduction-da istifadə eləmişdik giriş hissədə. Yəni, məsəl üçün belə deyə bilərik ki, to conclude it, nəticə olaraq, yəni as a result, both of the thoughts are relevant, məsəl üçün deyə bilərik, uyğundur. But amma bu fərqlənir, differ from person to person, people to people. Bu şəkildə verə bilərik. Və nəticə hissəmizi də bu kimi cümlələrlə yekunlaşdırmış oluruq və bu da olur bizim ingilis dilində esse yazmamızın qaydası. Yenə deyirəm, belə sizə qarışıq görünə bilər, amma bu bizim xilas edicimiz ola bilər magistr imtahanında. Nəyə görə? Çünki bir sıra kəsilən tələbələr esse nəticələri vasitəsilə artıq keçmiş kimi qəbul olundu. Biz bunu dəfələrlə gördük və müşahidə elədik. Ona görə də heç kəs yaza bilmirəm deməsin, ən azından düzəltdirilməyə çalışın, ən azından dediyim üsullardan istifadə edin və onsuz da söz öyrəndikcə hələ bu başlanğıcdır. Esse yazma qaydası sizə artıq asan gəlməyə başlayacaq. Diqqətiniz üçün təşəkkürlər əziz tələbələr və bura qədər də səbirli dinlədiyiniz üçün də təşəkkürlər. İnşallah gələn videolarda görüşərik.